Tanınmış Azərbaycanlı stilist, vizajist, xalq artisti Ramiz Novruzun qızı Şəfək Novruz sosial şəbəkədəki paylaşımı ilə diqqət mərkəzinə düşüb. Metbuat.az milli.az-a istinadən məlumat verir ki, o, məşhur stilist Georgi Kot ilə birgə çəkilmiş şəklini izləyiciləri ilə bölüşüb. Paylaşımın şərh bölümündə Şəfək belə yazıb: "Çox dəyərli müəllimim, mənim üçün müqəddəs insan Georgi Kot." Ancaq bu paylaşım yerli sosial media istifadəçiləri tərəfindən bir mənalı qarşılanmayıb və Şəfək Novruz müxtəlif tənqidlərə məruz qalıb. Əlavə edək ki, Georgi Kot Abxaziyada erməni əsilli ailədə dünyaya gəlib. Onun anası Susanna Agozyan erməni millətindəndir. Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb. Metbuat.az qunun-səsi.infoya istinadən məlumat verir ki, mina partlayışı nəticəsində hərbçimiz ağır yaralanıb. Hərbçinin yaxınları onun ayaqlarından birinin amputasiya olunduğunu bildiriblər. Vəziyyəti ağır olan Cabbarov hazırda Müdafiə Nazirliyinin baş klinik hospitalına yerləşdirilib.